Salam əziz abituriyentlər. Bugün zərf testlərinin tam və ətraflı şəkildə izahına baxırıq. Biz burada görürük ki, his car is going. Deməli, doğru variantımız bizim burada slowly zərfi olacaqdır. Sən varsa müqayisə dərəcəsi faster veririk. Which of you üstünlük dərəcəsidir. Zərfdə z olmur. Ona görə də doğru variantımız most fluently. 4'te yine which of'a baxırıq. Which of burada üstünlük dərəcəsidir. Doğru variantımız most quickly olacaqdır. Enough isimdən əvvəl sifət və zərfdən sonra işlədilir. Burada big sifətdir deyə biz enough veririk. Clean isimdən əvvəl sifət və zərfdən sonra gəlir. Burada doğru variantımız 6'da A bəndimiz olacaqdır. 7-ci testimizdə enough isimdən əvvəl sifət zərfdən sonra gəlir. Doğru variantımız clear enough olacaqdır. Yeni testlərimizdən biri it is to'lu ifadələrdir. It is too late to start a new project today. Yəni bu layihəni başlamaq həddindən artıq gecdir. Sətir 6 inkar bildirir. Başlatma demir. Başlatmaq gecdir deyir. Yəni it is to'lu ifadələr yeni əlavə olunmuş qaydadır. It is too early to watch a movie. Kino film izləmək çox erkəndir. Let's wait. Gəlin gözləyək. 10-cu testimizdə zən müqayisə dərəcəsidir. Doğru variantımız faster olacaqdır. 11-ci testimizdə zən müqayisə dərəcəsidir. More quickly. 12-ci testimizdə among üstünlükdür deyə biz best veririk. 13-cü testimizdə zən müqayisə dərəcəsidir deyə more quickly işlədirik. 14-cü testimizdə zən müqayisə dərəcəsidir deyə more clearly işlədirik. 15-ci testimizdə zən müqayisə dərəcəsidir deyə biz more quickly işlədirik. 16-cı testimizdə zən müqayisə dərəcəsidir deyə better işlədirik. 17-ci testimizdə among üstünlükdür, zərfdə z olmur, most fluently. 18-ci testimizdə among üstünlükdür, biz burada most neatly veririk. 19-cu testimizdə həm higher, həm də most highly, as well as competition doğrudur. Burada ümumiyyətlə testdə yanlışlıq ola bilər. Yenə 20-də zən müqayisə dərəcəsidir deyə more slowly. Compared to everyone else üstünlük dərəcəsidir. Most efficiently mənası digərlərinə nisbətən ən yüksək. 22-də zən müqayisə dərəcəsidir deyə much more calmly veririk. 22-də zən müqayisə dərəcəsidir deyə more rapidly veririk. 24-də zən müqayisə dərəcəsidir deyə biz better işlədirik. Keçək mixed'ə. Mixed testlərdə Sarah does not like football and Kevin doesn't either işlədirik. So, also to təsdiqdə işlədilir. Doesn't-la neyzə yanaşı gəlməz. He didn't call me and he didn't text me cümlədə sonda inkar either verilir. Mark is coming to the meeting and Linda is coming to. To təsdiq ədatıdır, həmçinin deməkdir. 4-də biz cümlə təsdiqdədir deyə also işlədirik. Also go feilindən əvvəl gəlir. We don't like onions and Tom does not inkar olduğu üçün either veririk. Bir doğrudur. Taste'dən sonra sifət gəlir deyə bədli verə bilmərik. 1-3 doğru variantımız 7. 7-də Kate new hairstyle was charming bir doğrudur və 3 də doğrudur. The cat looked healthy after surgery. Tasted differently deyə bilmərik. Looked excitedly deyə bilmərik. Taste və lookdan sonra excited və different olmalıydı. Zərf yox, sifət gələrdi. 8-də she tried hard at her math and got a good mark. O riyaziyyat üzrə çox çalışdı və yaxşı qiymət aldı. 9-da she came late in the evening and drank a cup of tea. Evə gec gəldi və bir fincan çay içdi. Lately son zamanda deməkdir. Lookdan sonra calm sifət gəlir, amma reacted calmly zərf olur. The boy is always əmizarla sifət işlədilir. Happy, gülmək feilindən sonra zərf gəlir happily. The girl looked, lookdan sonra sifət gəlir nervous, amma danışmaq feilindən sonra zərf gəlir nervously. 13-cü testdə the train arrived late, qatar gec gəldi və yəni keyfimiz pozuldu. 14-cü testimizdə she is a very beautiful dances.
O çox gözəl rəqqasdır. She dances so beautifully. Doğru variantımız 7. 15-ci testimizdə seem excited olacaq. Sankdan sonra zərf gəlir. 16-cı testimizdə was angry sifətdir. Ucadan danışır loudly. 17-ci testimizdə çox yüksəyə qalxdı. Highly. Yüksək dərəcədə həyəcanlıdırlar. Highly olacaqdır. 18-ci testimizdə zərf sifat ifadəsi he highly respected and scientist who speaks very highly. Doğru variantımız hər ikisində də zərfin üstünlük, yəni yüksək dərəcədə üstünlük dərəcəsi olacaqdır. Nearly təxminən deməkdir. Mən pəncərəyə yaxın oturdum və az qala telefonumu salmışdım. Nearly az qala, təxminən. We were driving very near to cliff and nearly had an accident. Az qala qəza etmişdik. He worked very hard. Çox gərgin işləyirdi, çox işləyirdi və demək olar ki, heç yatmırdı. Hard çox, hardly az deməkdir. The train athleted hard. İdmançı çox çalışdı və demək olar ki, yarışdan sonra yeriyə bilmirdi. Hardly yox. The judge made a weighted decision and spoke very thoughtfully. Made'dən sonra, yəni burada decision isim olduğu üçün sifət gətiririk, amma sağında isim olmadığı üçün zərf gətiririk. 24-də yüksək dərəcədə istedadlıdır və az qala mükafatı nə etmişdi? Udmuşdu. 25-də was'dan sonra deyir ki, maşını deyir, yəni təxminən yeni idi, nearly az qala təxminən deməkdir. 26-da incredibly high, yəni simdən sonra sifət gəlir, dırmaşmaq feilindən sonra zərf gəlir. 27-də onlar gec gəldilər və müəllim çox acıqlı görsənirdi. Late gec, simdən sonra da sifət angry. 28-də taste good, həmişə yaxşı yemək pişirir. Well, tastedən sonra sifət gəlir. 29-da yenə taste quiet, yenə sifət gəlir. Bitter və hazırlamaq feilindən sonra zərf carelessly. 30-da isə smelled ətir saçmaq, sweet, sifət gəlir. Qız əgər onu diqqətlə açıbsa, burada isə artıq biz zərfi işlədirik.